Almanyalı bir müsəlman, bir şiyə, qadında imam məhəbbəti, imam anlayışı olan bir şiyə. Yoldaşı xərçəng olur. Yoldaşı xərçəng olur, özü də harada beynində xərçəng olur. Alizən bi huzur, dahi təsəvvür elə xaricdədir özü, Almanya, Fransa, hara getsə əlacı yoxdur. Qızın atasına, anasına deyir ki, qız yoldaşı da, yoldaşın beynində xərçəng. Bunlar da xaricidirlər. Deyir, mən dedim ki, mənim məmləkətimdə bir həkim var. Belə məşhurdur ki, bunun yanına kim gəlsə şəfa tapıb gedir. Yəni, o həkimin sağaltmadığı xəstə yoxdur. Siz mənə icazə verin, mən aparım bu xanımı öz məmləkətimdə neyiniyim, əlac edeyim. Bunlar deyirlər ki, kişi, bura Avropadır, Avropanın mərkəzidir. Burada bu cür nə qiymətli xəstəxanalar var, dünya şöhrətli həkimlər var. Sən deyirsən, mən aparım bunu öz məmləkətimdə sağaldacağım. Deyir, mən bunlara dedim ki, məgər sizin bir çarəniz varsa eləyin. Yoxdursa, mənə başqa yolum var mənim təklifimə qulaq asmaqdan ki, yolları qalmadı. Xərçəng. Biz bəlkə anlamırıq, başa düşmürük xərçəngin ağrısı necədir. Bizdə beyində olar, necə bir şey olar. Gətirdim, deyir, axşam çağı çatdıq Məşhəd-i Müqəddəsə. Gəldik, oteldə yerləşdik. Ondan dedi ki, göstər, pəncərəni açdım, pərdənin üzrəsində çəkdim. Dedim ki, bax, həkim oradadır. Dedi, bəhbə, işıqlar yanır, indi gedək. Dedim, bu çox hörmətli adamdır. Onun yanına bu fasonda getmək olmaz. Gələk geyimimi dəyişəsən, falanı dəyişəsən. Dedi, elə gecə ilə tapqından, digərin uzaqdan gəlmişik, bizi buraxar. Gecə olmasa da, gecə də olsa bizi buraxar. Elə bilir ki, xəstəxanadır, ya bu açmayacaqlar, bağlı qalacaq. İsrar, mən də israr. Ondan sonra aldım çərşabı, geyindirdim mantonu əvvəl əyrinə, başına da çərşab. Rəvan olduq yola. Yola rəvan olduq, biz tutduq Hərəm-i Müqəddəsə. Ondan çata gördü ki, nə qədər adam girir, çıxır. Başladı ağlama. Dedi, bu mənə baxmaz. Bunun mənə baxmağa vaxtı çatmaz. Gör, nə qədər xəstəsi var bunun. Gör, nə qədər xəstə gəlməyən. Bu, haradan mənə vaxt eləyəcək, mənim də dərdimə çarə olsun. Mən qayıtdım, dedim ki, narahat olma. O bilir, biz uzaqdan gəlmişik, xəbəri var. Ona görə bizi qəbul, yəni, o necə deyərlər, növbəsiz salacaq bizi qabağa, bizi sənə şəfa eləyəcək. Yaxınlaşa, gəldim bunu qadınlar tərəfindən ötürdüm. Bir yerdə fullat deyərlər, o pəncərə olan tərəf. Qadınlar tərəfdə də var, kişilər tərəfdə də var. Onu göndərdim, dedim, get orada deyən, səni çağıracaqlar. Mən də gəldim, kişilər tərəfdə fullatdan yapışdım. Dedim, mən elə bir yerdən gəlmişəm, sənin adını verib gəlmişəm. Demişəm ki, mənim abrım da, həyam da, hamısı sənin adın olacaq, sən. Demişəm, sən sağaldacaqsan. Mən də qəribəm, sən də qəribsən. Sən burada qərib əlvətənsən, mən orada qərib əlvətənəm. Kim bu xanıma, mənim yoldaşıma şəfa ver ki, mən gedəndə sözüm olsun ki, görsünlər, həqiqətən də şəfa tapdı. Dedim, ağladım, göz yaşlarım tökdüm, sinəmə, üzümə, gözümə, əl qərəz. Neçə dəqiqələrdən sonra çıxdım bayra. Çıxanda gördüm, xanım gəlir sağlam, sapa sağlam. Heç nəyi yoxdur. Qayıtdı mənə dedi ki, heç məni qoymadı növbəyə qalım. Heç növbəyə qoymadı. Adım da deyir, mənim adı yadımdadır. Ay filan kəs, o ağa nə gözəl ağaymış. Nə nurani ağaymış, nə gözəl ağaymış. Nə cilvəli insan imiş, o qədər nur var üzündə. Ondan mən dedim ki, mənə şəfa elədi, məni sağaltdı. Mən elə başımı qaldırdım, düşüm ayaqlarından öpüm, gördüm, yoxdur, harasa getdi. Onun yerin mənə göstər, gedək təşəkkür eləyə, əllərindən öpək, ayaqlarından öpək. Deyir, mən dedim ki, o dünyasını dəyişib, o da onun qəbridir, qəbri şərifidir. Ondan gəldi, deyir, başını vurdu ki, aşıq olub da ilk görüşdən İmam əleyhissalatu vəssalama aşıq olub. Bu cür hallar, qəziyyələr həddindən artıq çox olub. İmam Rıza, o Rıza adı var ha. Bilirsiniz nə qədər mənası var, hələ Rıza adlanmasının səbəbi var, falanı var. Amma bir xüsus lətif bir söz var orada. Rıza yəni narazı salmayan. Rıza yəni həmişə razı salan.